Dəhərin keçirdiyi bugünkü imtahanın ingilis dili suallarını izah edəcəm. İlk 6 sual dinləmədir, 3 qapalı və 3 açıq. İlk öncə suallara baxaq, sonra dinləməni dinləyək. The passage is mainly about mətn haqqındadır. Bu əsasən necə tapırsınız? İlk dinləmənin ilk cümləsinə fikir verin. Mən həmişə şagirdlərimə onu deyirəm. İlk cümləsi sizə deyir ki, mətn nə haqqındadır. İkincisi də false istəyir, yanlışı. Yanlış only varsa, hardly varsa, never varsa, demək olar ki, yanlış hesab olunur. Həmən variant. Burada da only varsa ona fikir verəcəyik. 3-də help students learn teamwork, respect and responsibility. Bundan əvvəl gələn sözə baxacağıq cümləyə ki, fikrə ki, nədən söhbət gedir. Gəldik açıq suallara. What makes life more awesome? Bunu mütləq ki, deyəcəyik. Açar sözlərimiz elə makes life more awesome-dır. Ona fikir verəcəyik ki, ondan əvvəl nə deyir? 5-də cümlənin ardı tamamlamadır, rahatdır. Post sözünü də təsvir edən sifəti tapmalıyıq. Bu da onun ya qarşısında gəlir, ya da to be-dən sonra gəlir əsasən. Gəlin dinləyək dinləməni. 11-ci siniflər üçün ingilis dilindən dinləmə mətni. Mətni diqqətlə dinlədikdən sonra ona aid olan tapşırıqları yerinə yetirin. Friendship is an important part of teen life. Friends meet at school, in clubs, or on sports teams. They talk, laugh, and share activities. Sometimes they study together, complete homework, or prepare a project. Other times they hang out, listen to music, or watch a movie. Good friends help each other and give support when life feels difficult. Today, communication is easier with technology. Students can send a message, join a video call, or chat on social media. They also use apps to share photos or write short posts. But real communication is more than words. Friends also show care with actions, listening, keeping secrets, and being present. At school, teachers often ask students to work in pair or in groups. This helps them learn teamwork, respect, and responsibility. Friendship is not only about fun, it is also about trust, honesty, and kindness. Every true friend makes life more awesome. Download a digital app. In class, teachers sometimes show a chart, an image, or a poster to explain. Deməli, biz baxdıq suallara. Elə ilk cümləmizdən məlum oldu ki, söhbət nədən gedir? Yeniyetmələrin həyatında dostluğun önəmindən gedir. İkinci sualda da not only but also dedi. Burada amma deyir ki, yalnızca. Ona görə 2-də deyə yanlışdır. Yanlışdır. Şagirdlərə bunu elə bilmək olar qulaq asmadan ki, hörmət, məsuliyyət və komanda işini nə aşılayır, nə kömək edir? Working in pairs or groups at school, məktəbdə qrupla və cütlərlə işləmək. Cümlənin sonunda deyir, mətnin sonunda ki, every true friend makes life more awesome. Hər gerçək dost həyatı həqiqətən də gözəl edir. Today communication easier with technology. Hal-hazırda ünsiyyət texnologiya ilə daha rahatdır. Postun qarşısında da short sözü dedi və budur bizim dinləməmiz. Keçdik qrammatikan suallarına izah edəcəm. Yeddinci sualda nədir? David's laptop was on the table. Sizə lazımdır isim apostrof s isim və yaxud da isim apostrof s sifət isim quruluşu. Bir də baxırsınız ki, David isimdir, apostrof s gəlib doğrudur. Laptop tək isimdir, xəbər də təkdir. Bir doğrudur. Sarah passed her final exam. Bu yanlışdır çünki apostrof s-dən sonra idili fe'l gəlib. Yanlışdır, fe'l gəlməz. 3-də Tom is ready to answer the questions. Is ready, to be ready for deməkdir. To be ready to. Nəsə hazır olmaq. Yəni burada olan isdir, yanlışdır. Emily's painting was very beautiful. Apostrof s-dən sonra ing-li söz gələndə bunu indiki davam edici zamanla qarışdırır şagirdlər. Amma cümlədə özündən sonra to be gəlib was. Yəni burada xəbər varsa, deməli ondan gələn, əvvəl gələn xəbər olmaz. Nə olar? İsim olar. Olacaq. Emily'nin rəsmləri, yəni çəkdiyi şeylər şəkil gözəldir. Gözəl idi. 8-ci sualda uncountable nouns istəyir. Deməli, burada 1-4 oldu. Sayılmayan isimlər hansıdır? Elm və fənn adları sayılmır, materiallar sayılmır. Cavab olur A variantı. Cəm isimləri istəyir. Bizdən təkləri çıxaq. Sonra SS olanlar təkdir. News təkdir. SS təkdir. Heroin təkdir. Cavab olur D variantı. Men, pants and teeth. Choose the line of derivative noun. Sadələr və düzəltmələri çıxaq. Lunch-ı çıxıram. Respect-i çıxıram. Sandal-ı çıxıram. Morning-i çıxıram, cavab qalır B variantı. Gəldik 11-ci suala. The Eiffel Tower is a famous monument built on the south bank of the Seine in Paris. Burada olacaq Ə, Z, Y variantı. 12-ci sualda Magellan was one of the first sailors to travel around the world. Cavab olur B variantı. Keçirəm 13-cü suala. Tell him to support Anna please, she's lost. Nöqtələrdən sonra ismimiz var, düzdür?
Her sözündən sonra isim tələb etməz, hers, mine tələb etməz, ours tələb etməz, cavab qalır D variantı. 14-cü sualda nöqtələrdən sonra tək xəbər gəlib, bu birisində də tək isim gəlib. Tək, hər ikisi qısa olan bir C-də var, bir də D-də var. O qalanları çıxırıq. İndi burada over D varsa ikinci hissəsində, deməli Z deyəcəm. This is my car and that bicycle over there is Tom's. Bu mənim maşınımdır, orada olan isə Tomun maşınıdır. 14-də də cavab oldu D. Gedək 15-ci suala. The students cleaned this classroom. Students jam simdideydi. They engaged themselves. Cavab olur C variantı. Onunla özündən sonra ya FU ya da a little tələb edir. Burada jam sim olduğu üçün FU'dur. 17-ci sualda maçdan sonra homework gəlir, doğrudur. Many'dən sonra sayılmayan isim gəlməz, yanlışdır. Few'dan sonra sayılmayan isim gəlməz, yanlışdır. Very many students deyə bilərik, doğrudur. Too much traffic deyə bilərik, doğrudur. Cavab olur A variantı. We saw birds flying over the forest. Hundreds of, baxan kimi bilirəm ki, iki quruluşumuz var. Ya a hundred cəm isim və yaxud da hundreds of cəm isim. Cəm ismi görən kimi hundreds of doğrudur. D-də 100-ın əsi əksikdir, B-də of əksikdir, Y-də S şəkilçisi hundreds olmalıydı, C-də də ki 100-dən sonra of gəlməli deyildi. 19-cu sualda is a name given to a book, movie or painting. Bu olacaq title başlıq. 20-ci sualda icon. Icon nədir? İkon, yəni şəxsə və yaxud da hər hansı bir şeyin məşhur bir şey deyirlər. İkon. B variantı. 1-ə gedəcək B. Lab, a room or building with scientific equipment. Elmi təchizat və yaxud da bina olan otağa deyirlər laboratoriya. 2 olacaq C, 3-ə də A. B, C, deməli 1-ə getdi B, 2-yə getdi C, A. Cavab olur C variantı. Keçdi 21-ci suala. Pair of synonyms. Grade, degree, bunlar hər ikisi dərəcədir. Grade həm də qiymət deməkdir, sinif deməkdir. Example, nümunədir, topic mövzu deyil. Fact, opinion, biri faktdır, biri rəydir. Match, kibritdir, uyğunlaşdırmaqdır, way, yoldur. Science, elmdir, wooddakı, odundur və yaxud da meşədir. Grade-lə Y variantı, degree. 22-ci sualda center sözünün opposite-ni, yəni antonimini istəyir. Middle ortasıdır, edge kənardır, side kənardır, back-dakı arxasıdır. Burada olacaq cavab 2, 3, ortası və kənarları. 22 sualımız. Keçək indi biz mətnimizə. Mətnimiz uzundur. Belə izah edəndə bilməm, görünər paylaşanda ya görünməz. Necə edək bunu? Deməli, mətn başlığını seçmək üçün hər 3 paraqrafda ondan danışılmalıdır ki, onun haqqında məlumat verilməlidir ki, siz onu mətnə başlıq seçəsiniz. Və burada suallara baxaq ki, how did the Inuit traditionally adapt their homes to the seasons? Inuitlər deyir, necə ənənəvi olaraq öz fəsillərdə evlərinə uyğunlaşıblar, yəni fəsillər üzrə ənənəvi olaraq. 24-də deyir ki, mətnə görə doğru cavabı seçin. 25-də mətn deyir nə haqqındadır. 26-da da cümləni deyir tamamlamalısınız. 27-də paragraf 2-dən definition, tərifini seçməlidir. Polite attitude shown towards something. 28-də power sözünün 3-cü paragrafdan sinonimini istəyir. 29-da isə ən azı 2 sözü dəyişmək tələb olunur. Ardını tamamladıqdan sonra 30-da isə in what ways do young people in your country learn about old customs from their elders? Deyir ki, sizin hansı ölkənizdə gənc insanlar hansı yollarla öz böyüklərindən qədim adət-ənənələri deyə də öyrənirlər. Buna 3 cümlə ilə cavab yazmaq lazımdır. Mən bu mətni necə qısaldım? Daha doğrusu aydın şəkildə görünsün paylaşanda. Bəlkə də mətni ayrıca izah edə bilərəm. Mətni ayrıca izahını paylaşaram.